Salam, hər vaxtınız xeyir olsun əziz dostlar, qohumlar, kəndçilər, ellilər, izləyicilər. Ordubad rayonunun TV kəndindən sizləri salamlayıram. Və sizin hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Bugünkü çəkilişimin məqsədi nədir? Demək əziz dostlar, demək olar ki, gördüyünüz bu ağac sumaq ağacıdır. Sumaq ağacıdır. Gördüyünüz bu ağac. Mən bu ağaca demək arının bir nömrəli dostu deyərdim. Arının bir nömrəli dostu. Bu yıl bildiyimiz kimi, yani bu yıl arı çox zəifdir. Demək olar ki, işləmir. 0 səviyyəsindədir. Gördüyümüz bu bitkilər, ağac, sumaq ağacıdır. Bunun üstünə arı beçə kimin düşür? İndi bura arının qabağıdır. Kənarı çəkəcəm, sizə göstərəcəm. Bura mənim həyətimdir. Bugün doşab çıxardırıq. Əriklərimiz doludur. Ancaq çox tezdir burada. Əriyə. Burada doşab çıxardırıq. Bəhməz. Demək olar ki, bizim məhəllə, bu Qaradaş məhəlləsi sumaq meşəsidir. O tərəfi çəkmədim həyətimdə həmin qayda. O sumaq ağacıdır, belə gördüyünüz kimi bütün həyətimizin hər yeri. Bütün sumaq ağacıdır belə. Arılar rəsmi bunun üstünə demək. Görürsünüz necə çox. Bax. Bunun həm sumağı olur, meyvəsi. Həm də arı bundan bu vəziyyətdə çoxlu şirə götürür. Lər yox, şirə. Çünki bax, lər götürsəydə arının ayağında həmin toz olardı. Ancaq heç bir toz yoxdur ayaqlarında. Yalnız şirə götürür. Belə demək olarsa. Keçən dəfə aparıcılardan Aytən Səfərova, Aytən xanım, ona da salamlarımızı göndərdik Ordubad rayonunun TV kəndindən. Deyirdi ki, sumağa güya nar qabığı nəsə qatırlar. Valla bizdə and olsun Allaha, yəni biz kənd yerində yaşayırıq. Belə şeylər heç bilmirik, nə olan şeydir. Və burada sumağın üstündə köhnə sumaq. Buyurun baxın. Bu elə bir gözəl bitkidir ki, bu demək olar ki, nə şaxta vurur,
bu ildən o ilə qalır üstündə. Dəyişilmir. Çox gözəl bir bitkidir. Həm də arı dediyim kimi elə lər götürür. Burada üstündə yenə var. Köhnə sumaq. Burada var hala yenə köhnə sumaq var. Belə bütün məhəlləmiz sumaq ağacıdır. Gördüyünüz kimi əziz dostlar. Salamlarımızı göndərib bütün dostlara, izləyicilərə. Bu meyvənin nə olduğunu keçən dəfə də paylaşmışdım. Heç kim bu haqda mənə cavab vermədi. Gözəl bir meyvədir. Bunun meyvəsi ikinci demək olar ki, zərin kimin iri tikanlar var, iti. Və bu quş üzümüdür. Bunu bilirik. Yığıblar ancaq bu quş üzümüdür. Ancaq bu meyvənin nə olduğunu bilən yoxdur. Əziz dostlar, özü də çoxdur. Bax, həyatımda belə çoxdur. Yenə sumaq ağacıdır. Və beləncə hər yerdən çıxır.